Analitik təfəkkür. Müasir psixologiya və təhsil tədqiqatlarında analitik təfəkkür mürəkkəb məlumatı və ya problemi sistemli və məntiqi şəkildə hissələrə bölmək, bu hissələr arasındakı əlaqələri qiymətləndirib əsaslandırılmış nəticə və qərar çıxarmaq bacarığıdır. Analitik təfəkkür mürəkkəb problemləri addım-addım daha sadə, idarə olunan hissələrə bölərək onları araşdırmaq və səmərəli həlləri bütöv şəklə inteqrasiya etmək prosesidir. Analitik təfəkkür məsələlərə müxtəlif perspektivlərdən baxmağı, alternativ fəaliyyət variantlarını qiymətləndirməyi və məntiqə, sübuta əsaslanan qərarlar verməyi əhatə edir. Bu təfəkkürü inkişaf etmiş şagirdlərdə məlumatı və ya problemi hissələrə bölüb, həmin hissələr arasındakı əlaqələri müəyyənləşdirərək məntiqi, sübuta əsaslanan nəticəyə gəlmə bacarığı yüksək olur. Analitik təfəkkürün inkişafı vacibdir. Çünki insanlara mürəkkəb problemlərlə məntiqi şəkildə işləməyə və mövcud faktlara əsaslanan hallar tapmağa imkan verir. Xüsusilə geniş həcmli məlumatın təhlil olunub, ən yaxşı strategiya və ya həll yollarının hazırlanması tələb olunduğu hallarda bu bacarıq daha da önəm qazanır. Analitik təfəkkür köhnə çətinliklərə yeni baxışlar gətirməklə səmərəliliyi və məhsuldarlığı artırır. Strateji planlaşdırma və icranı dəstəkləyir. Mövcud problemlər ətrafında yeni baxış və perspektivlər üçün imkan yaradaraq innovasiyanı təşviq edir. Şagirdlərin analitik təfəkkürünü inkişaf etdirmək üçün vacib olan məsələ onları təkcə dırnaqarası düz cavabı deyil, cavaba gələn yolları düşünməyi öyrətməkdir. Analitik təfəkkürü necə inkişaf etdirmək olar? Hansı bacarıqlara sahib olmaq lazımdır? 1. Hissələrə ayırma. Mürəkkəb bir problemi, mətni, hadisəni və ya anlayışı daha kiçik, mənalandırıla bilən hissələrə bölmək bacarığıdır. Analitik təfəkkürün başlanğıc nöqtəsi məhz buradan başlayır. Problem çox vaxt şagirdlərə olduğundan böyük və çətin görünür. Hissələrə ayırma həmin bütövlük idarə olunan vahidlərə çevirir. Bu olmadan səbəb-nəticə qurmaq, müqayisə aparmaq və ya əsaslandırma çətin olur. Nümunə: mətnin giriş hissəsini əsas fikrin olduğu abzasları və nəticə hissəni müəyyənləşdir. Verilmiş məsələni həll edə biləcəyin kiçik tapşırıqlar şəklində yaz. 2. Müqayisə və qarşılaşdırma. 2 və ya daha çox obyektin, anlayışın və ya yanaşmanın oxşar və fərqli cəhətlərini sistemli şəkildə araşdırmaqdır. Analitik düşüncə yalnız fərqi görmək deyil, fərqin mənasını anlamaqdır. Şagird nəyin fərqli olduğunu bilmək əvəzinə, onun bu fərqin nəyi dəyişdirdiyini, niyə vacib olduğunu müəyyənləşdirməsi lazımdır. Nümunə: 2 obrazı müqayisə et, oxşar və fərqli cəhətləri araşdır, fərqlərin nəticəyə təsirini müəyyənləşdir, eyni məsələni 2 üsulla həll et və müqayisə et, hansı problemi daha sürətlə həll etməyə kömək olur, hansı daha dəqiq və aydın həll yoludur. Verilmiş 2 regionun iqlim xüsusiyyətlərini, təsərrüfat sahələrini və yaşayış formalarını qarşılaşdır. 3. Səbəb-nəticə əlaqəsi. Bir hadisənin niyə baş verdiyini və nə ilə nəticələndiyini ardıcıl şəkildə izah etmək bacarığıdır. Şagirdlər çox vaxt hadisəni təsvir edirlər, amma izah etmirlər. Analitik təfəkkür təsvir mərhələsindən izah mərhələsinə keçid tələb edir. Nümunə: baş vermiş tarixi hadisənin səbəblərini, həmçinin qısa və uzun müddətli nəticələrini müəyyənləşdir. Təcrübə zamanı dəyişənlərin yerini dəyişdikdə nəticənin necə olacağını müəyyənləşdir. Əsərdə baş obrazın qərarının səbəblərini və nəticələrini əlaqələndir. 4. Sübutla düşünmə. Hər bir fikrin məlumat, fakt, nümunə və ya mətn parçası ilə əsaslandırılmasıdır. Analitik düşüncə fikir söyləmək deyil, əsaslandırmaqdır. Bu strategiya şagirdi emosional və təsadüfi fikirlərdən uzaqlaşdırır. Məsələn, tarixi iddianı mənbə ilə sübut etmək üçün sənəd və statistik məlumatlardan necə istifadə edərdin? Beynin verilmiş funksiyasını yerinə yetirdiyini sübut et. Funksiyanı. Mətnin əsas ideyasını təsvir edən 2 fikir tap. 5. Alternativ izahlar. Eyni hadisə və ya problemin bir deyil, bir neçə mümkün izahının ola biləcəyini qəbul etmək və onları araşdırmaq bacarığıdır. Bu strategiya şagirdi qəti hökm verməkdən uzaqlaşdırır və elastik düşüncə formalaşdırır.
Analitik təfəkkür açıq düşüncə tələb edir. Nümunə, məsələnin başqa həll yollarını araşdır. Hansının nə zaman daha sərfəli olduğunu izah et. Bölgənin içməli su probleminə səbəb olan amillərə fərqli perspektivdən nəzər sal. Müqayisə və qarşılaşdırma, səbəb-nəticə əlaqəsi, sübutla düşünmə, alternativ izahlar. Abstrakt təfəkkür. Abstrakt düşünmə təhsildə və intellektual inkişafda mühüm rol oynayan əsas idraki bacarıqlardandır. Bu, real dünyada birbaşa görünməyən ideyalar, anlayışlar və əlaqələr haqqında düşünmə qabiliyyətidir. Psixologiyada abstrakt təfəkkür insanın birbaşa hiss orqanları ilə görmədiyi, toxunmadığı, konkret obyektlərə deyil, anlayışlara, prinsiplərə, simvollara, qaydalara əsasən düşünmə qabiliyyəti kimi izah olunur. Abstrakt təfəkkür olmadan şagird çox şeyi əzbər bilir, dırnaq arası. Amma dərin anlayış, ümumiləşdirmə və yeni situasiyada tətbiq bacarığı zəif olur. Tədqiqatlar göstərir ki, abstrakt təfəkkür təkcə materialın özünü işləməklə yox, həm də şagirdin öz düşünmə prosesini izləməsi və onu refleksiya etməsi ilə möhkəmlənir. Şagirdin konkret faktlardan kənara çıxıb ideyalar, əlaqələr, ümumi prinsiplər üzərində düşünmək bacarığıdır. Abstrakt düşünmə demək olar ki, bütün fənlərinin əsas tələbidir. Abstrakt düşünmə şagirdə mürəkkəb məlumatları təhlil etməyə, anlayışlar arasında əlaqələr qurmağa və problemlərə yaradıcı şəkildə yanaşmağa imkan verir. Bu təfəkkürün əsas göstəricilərindən biri öyrənilən anlayışı yeni, fərqli situasiyaya köçürmək bacarığıdır. Mənbələr göstərir ki, müəllim şagirdə bu transfer üçün şuurlu tapşırıqlar verəndə abstrakt təfəkkür güclənir. Bu riyazi modeli iqtisadiyyatın hansı sahəsində istifadə etmək olar? Bu bioloji prinsipi gündəlik həyatdan bir nümunə ilə izah et. Azərbaycan ədəbiyyatında sufizmi həmin dövr tarixi ilə necə əlaqələndirmək olar? Bu cür tapşırıqlar şagirdin düşüncəsini konkret faktlardan konseptual səviyyəyə qaldırır. Bu düşünmə sayəsində biz anlayışlar yaradırıq. Məsələn, ədalət, azadlıq, dostluq kimi simvollardan və misallardan istifadə edirik. Məsələn, ürək sevgini göstərir kimi nəticə çıxarırıq. Abstrakt təfəkkür çox vaxt dil vasitəsilə təşkil olunur. Anlayışların adlandırılması, onlar arasında əlaqələrin sözlə ifadəsi, arqument və izah qurmaq, hamısı abstrakt düşünməni şifahi simvolik formaya salır. Bu təfəkkürün həm dəqiq, həm sosial, həm humanitar sahələrdə, həm də gündəlik həyatda bizə daha doğru qərarlar verməyi və çətin tapşırıqları anlamağa kömək edir. Müəllim dərsdə abstrakt təfəkkürün inkişafına necə dəstək göstərə bilər? 1. Konseptuallaşdırma tapşırıqları. Şagirdin öyrəndiyi anlayışın mahiyyətini, arxasındakı əsas ideyanı dərk etməsinə yönələn tapşırıqlardır. Məqsəd tərif əzbərlətmək deyil, anlayışı öz sözləri ilə izah etmək, sərhədlərini və tətbiqini anlamaqdır. Məsələn, funksiya anlayışını düstur yazmadan izah et. Enerji anlayışını gündəlik həyatdan nümunə ilə izah et. İnqilab anlayışını bir hadisə kimi yox, proses kimi izah et. 2. Simvolizm və metafora. Abstrakt fikirləri simvol, obraz və ya bənzətmə vasitəsilə ifadə etmək bacarığıdır. Şagird anlayışı bir şəkil, vəziyyət və ya modellə əlaqələndirərək onu vizuallaşdırır və daha dərin mənalandırır. Məsələn, azadlıq anlayışını bir obrazdan ifadə et və səbəbini izah et. Bərabərlik anlayışını bir şəkil və ya simvolu ilə göstər. İmperiya anlayışını bir metaforla ifadə et. 3. Ümumiləşdirmə bacarığı. Ayrı-ayrı fakt və nümunələrdən çıxış edərək ortaq cəhəti, qanunuyğunluğu və ya ümumi prinsip müəyyənləşdirmə bacarığıdır. Məqsəd detallardan yuxarı qalxıb bu nümunələr nəyi sübut edir sualına cavab tapmaqdır. Məsələn, 3 fərqli mətndən nümunələr verilir və şagirddən soruşulur. Bu mətnləri birləşdirən əsas ideya nədir? Müxtəlif ekosistemlər təqdim olunur. Meşə, səhra, okean və s. Şagirddən soruşulur. Bütün ekosistemlər üçün keçərli olan ümumi prinsip nədir? Müxtəlif dövrlərdə baş vermiş üsyanların ortaq səbəbi nə ola bilər? Produktiv təfəkkür. Produktiv məhsullar. Təfəkkür insanın problemi və ya situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı və işlək həll tapmasıdır. Bu zaman insan sadəcə yadda saxladığı qaydanı tətbiq etmir, problemin daxili strukturunu,
onun əsas və ikinci dərəcəli elementlərini, eləcə də bu elementlər arasındakı əlaqələri görməyə çalışır. Produktiv təfəkkür problemin qavrayış strukturunun yenidən təşkili, yəni vəziyyətə başqa bucaqdan baxmaq, obyektlərə fərqli funksiya vermək və nəticədə problemi yeni, məqsədyönlü və səmərəli şəkildə həll etməkdir. Produktiv təfəkkür insanın qarşılaşdığı vəziyyəti olduğu kimi qəbul eləməyib, onun arxasındakı məntiqi əlaqələri, ziddiyyətləri görməyə çalışdığı, sonra isə bu anlayışa əsaslanaraq yeni, daha məqsədyönlü həll yollar formalaşdırdığı düşünmə formasıdır. Bu zaman şagird və ya böyüklər bu problemi adətən necə həll edirlər sualından çox, bu problemin mahiyyəti nədədir, onu başqa cür necə qura bilərəm sualı üzərində düşünür. Yəni, produktiv düşünmə mövcud bilikləri sadəcə təkrar etmək deyil, həmin biliklərin daxilində yeni kombinasiyalar tapmaq, vacib və ikinci dərəcəli amilləri ayırd etmək, təcrübəni yenidən təşkil etmək bacarığıdır. Belə təfəkkürə malik olan şagirdlər tapşırıq qarşısında çaşqınlıqdan yox, maraq yaşayır. Çünki problemi hazır resept axtarmaq üçün deyil, öz həll yolunu kəşf etmək üçün bir imkan kimi görürlər. Onlar nəinki düz cavab tapmağa, həm də bu cavaba hansı düşünmə addımları ilə gəldim və başqa necə gələ bilərdim sualına cavab verməyə çalışırlar. Produktiv düşünmə həm yaradıcı ideyaların ortaya çıxması ilə nəticələnir, həm də bu ideyaların seçilib dəyərləndirilməsi və real şəraitə uyğunlaşdırılması sayəsində onları həqiqi, praktik dəyərə malik həllə çevirir. Bu mənada produktiv təfəkkür təkcə yeni fikir tapmaq deyil, problemi başa düşmək, üstəgəl onu yenidən qurmaq, üstəgəl real həll yaratmaq ardıcıllığını əhatə edir. Produktiv təfəkkürə nümunələr. Gündəlik həyatdan sadə bir nümunə. Şüşə bankanın qapağı açılmır. Reproduktiv yanaşma. Eyni hərəkəti təkrar etmək, daha çox güc tətbiq etmək. Produktiv düşüncə. Problemin fiziki mahiyyətini anlamaq. Təzyiq fərqi nədir? Sürtünmə hardan yaranır? Və buna əsasən yeni həll tapmaq. Qapağı isti suyun altında saxlamaq. Kənarına yüngül zərbə vurmaq. Nazik bıçaqla kənardan hava buraxmaq və s. Burada insan vəziyyətə başqa prinsipdən, təzyiq, istilik, materialın genişlənməsi və s. baxaraq işdə həll formalaşdırır. Nümunəyə baxaq. 9-cu sinif şagirdi demək olar ki, hər gün ilk dərsə gecikir. Hamı ona axşam tez yat ki, tez durasan deyir. Şagird əvvəldən bildiyi bu məsləhətləri dəfələrlə sınayıb, amma vəziyyət çoxdu dəyişmir. Bu daha çox reproduktiv yanaşmadır. Eyni qaydanı təkrar tətbiq etməkdir. Şagird produktiv təfəkkürlə yanaşmağa çalışır. Problemi dərindən anlamaq. O, bir həftə ərzində hər səhər nə etdiyini yazır. 7:00, səhər 07:00 zəng çalır, amma 10 dəqiqə yerində uzanır. 07:10, 07:30 telefonda sosial şəbəkəyə baxır. 07:30 tələsik geyinib 07:40 səhər yeməyi yeyir. 07:55 evdən çıxır, halbuki ən gec 07:45-də çıxmalıdır. Şagird anlayır ki, problem tez durmamaqdan çox yataqdan qalxdıqdan sonra telefonda vaxt itirməkdir. Yəni, o, problemin əsas strukturunu görür. Əsas maneə səhər telefondan istifadə, nəticə çıxış vaxtı gecikir. Vəziyyəti yenidən qurmaq. Şagird adətən belə düşünürdü. Səhər ilk işim telefonunu yoxlamaqdır. İndi bunu dəyişir. İşlərimi həll edənə də telefona baxmamalıyam. O özünə yeni qayda yaradır. Telefonu gecə yataq otağına yox, dəhlizə qoyur ki, səhər götürmək üçün artıq yataqdan qalxsın. Səhər zəng çalanda dəhlizdəki telefonu söndürmək üçün qalxır və yatağa geri qayıtmamaq üçün dərhal çarpayını səliqəyə salır. Özünə belə oyun qaydası qoyur. Məktəbə çatana qədər telefona baxmıram. Əgər buna əməl etsəm, günün sonunda özümə 30 dəqiqə əlavə istirahət vaxtı verəcəm. Bu situasiyada şagird problemi sadəcə tezdən doğru məsləhəti ilə yanaşmır. Öz gündəlik fəaliyyətini təhlil edir. Problemi başqa cür qurur. Əsas düşmən telefondur, yatmaq yox və real şəraitinə uyğun işdə həll tərtib edir. Bu artıq təkcə yaradıcı ideya yox, produktiv təfəkkürdür. Problemi dərindən başa düşüb, strukturunu dəyişir və tətbiq olunan davamlı həll yolu tapır. Başqa sözlə desək, produktiv təfəkkür problemin məzmununu və strukturunu dərindən başa düşməyi, obyekt və situasiyalara yeni funksional baxış bucağı tapmağı, bu yeni baxış əsasında məna kəsb edən, real və səmərəli həll yolu formalaşdırmağı ehtiva edir.
Bu səbəbdən produktiv təfəkkür təhsildə, peşəkar fəaliyyətdə və gündəlik həyatda sadəcə qaydanı bilməkdən daha yüksək səviyyəli bacarıq hesab olunur. İnsanı hazır sxemləri təkrar edən icraçıdan problemi anlayan və onu yenidən qura bilən yaradıcı analitik subyektə çevirir.